pulundan xərcləyir, günaha gedir cəmaat. Çünki gözəl görünür ona. Cibindən pul da verir, gedir diskotekaya, bara ki, cəhənnəmə getsin. Niyə görə? İnsanın ağlı yoxdur. Çünki gözəl görünür gözündə. Məscidə gəlməyə pul istəyən yoxdur, qapı açıqdır. Orada qapıda girişdə nəsə ödəməlisən. Ödəyir cibindən, vəsaitindən xərcləyir ki, mən könüllü şəkildə cəhənnəmə getmək istəyirəm. Niyə görə axı insan bu məntiqi, ağlını, məntiqini itirib? Çünki onu gözəl cilvələndirir onun gözündə şeytan. Gözəl görünür ona. O gözəlliyin təsiri ilə məst olmuş adama nə qədər dinin məntiqin gətir ki, bu sənin ziyanıvadır, bu sənin xeyrivadır, o xeyir ziyan hesablamaq hövsələsində deyil. O gözəllik onu çəkib aparıb, o məst olub, o sərxoş adama oxşayır.